8-ci mövzu zərf. Sifət isimdən əvvəl gəlir, ismi təyin edir. Zərf isə feildən sonra gəlir, feili təyin edir. İsmi izah edəndə, isim haqqında danışanda sifət qoyuruq. Sifətdən istifadə edirik. He is a tall boy. Gördüyünüz kimi boy isimdir. İsim haqqında danışmışıq. Necə oğlandır? Tall sifətdir. Feili izah edəndə, feil haqqında danışanda zərf qoyuruq. He speaks slowly. Feilimiz speaks, danışır. O yavaş danışır. Necə danışır? Danışmağının tərzi hərəkətini bildirir. Ona görə slowly zərfdir. Zərf düzəltmək üçün sifətin sonuna li şəkilçisi əlavə edirik. Bad sifət, badly zərf. Easy sifət, easily zərf. Slow sifət, slowly zərf. Quick sifət, bir dənə li əlavə etdik, oldu zərf. Amma formaca sifətlə eyni olan zərfimiz də vardır ki, onlar li qəbul etmir. Fast, hard. Bəs hardan bilim ki, zərfdir yoxsa sifətdir? Əgər ismin qarşısındadırsa, ismi təyin edirsə, sifətdir. He is a fast runner. Gördüyünüz kimi ismin qarşısındadır. Feildən sonra gəlib hərəkətin əlamətini bildirirsə, feildən sonra gəlir, o zamansa zərfdir. He is a hard worker. Gördüyünüz kimi sifətdir. İsimdən əvvəl gəlmişdir. He works hard. Gördüyünüz kimi feildən sonra gəlmişdir. Zərfdir. Unutmayın, fast'a li qoşa bilməzsiniz. Fastly yoxdur. Good sifətinin zərf forması well olur. Yəni, sifət deyəndə good, better, the best demişdik. Amma good zərf yoxdur. Biz good'u zərf olaraq well-la əvəz edirik. Well, better və zərflər üstünlük dərəcəsində the article-ı qəbul etmirlər. Ona görə deyirik well, better, best. Badly, worse, worst. Sizinlə mən Ayda Malif.